O bir sualı çəkirəm. Bizə sual verirsə ki, hündürlük, median, tənbölən, belə qeyd edirəm. Hündürlük, median, tənbölən. Bunlar arasındakı bucağı tapın deyirsə, yazıram. Hündürlük və median. Görürsən? Başa düşürük? Hündürlük və median. HM. Çək. Bu alfanı tap deyəndə. O məsələn, buranı verib 80, buranı verib 60. Bax, əgər burada tənbölən varsa, bizdə elə ki yoxdur. Tənbölən yoxdursa, 80 çıxılsın 60 bərabərdir 20. Deməli, bu bucaqlar 20 dərəcə. Aydındır? Ayso. Amma bunlardan biri eldirsə, tənbölən sözünü gördüysə, bax, bölən anlayışı var ha burada, tənbölən. Tənbölən sözünü gördüyümsə, 80 çıxılsın 60 böl 2 olacaq. Olacaq 10. Bildik? Başa düşdük? Tənbölən varsa 2-yə bölürəm. Bu median və tənbölən də ola bilər ha. Fərqli yoxdur desin. Yaxşı? Tənbölən və median varsa 2-yə bölünür. Tənbölən varsa 2-yə bölünür. Median və hündürlük isə 2-yə bölmə yoxdur. Yaxşı? Ayso. Sonra növbəti. Deməli, gələk. Suallarımız.